Deməli, əziz bacılar, bir şeyə fikir verdim. Telefona baxırdım, təsadüfən video düzəltmək istəyirdim. Və bir də fikir verdim ki, yarım saat önce Instagramdan çıxa bilmirəm. Və baxdığım videolar hamısı siz nətər hekayə danışılan, nəsə izah olunan falan belə maraqlı videolardır. Heç bir dənə videoda mən görmədim ki, ancaq bir nəsə göstərsinlər, tutaq ki, bu gülü göstərirlər və buna uyğun bir dənə mahnı yığsınlar. Tort işinə gələndə belə deyək də, sadəcə tortdur, bir də üstdən mahnı deyib. Bir dənə elə video çıxmadı qarşıma. Hamısı ancaq ki, kimsə nəsə danışır, nəsə izah edir, kimsə çəkilər falan. Deməli, əziz bacılarım, onu demək istəyirəm ki, sizə əgər sizin Instagramdan, TikTokdan fərqi yox, haradansa pul qazanmaq istəyirsinizsə, sizin videolarınızda səs olmalıdır. Nəsə danışmalısınız, nəsə danışmasanız kimə maraqlı olacaqsınız? Maraqlı videolar hazırlayın, orada səslə nəsə danışın, paylaşın, o videolar kəşfətə düşəcək. Həmin videolardır ki, mən sizə indi göstərirəm, burada mənim tələbələrim o videolardan hazırlayıb, bu da onların videoların baxışları. Və əgər sən də, ay mənim bacım, tort işi ilə kasıbçılıqdan çıxmaq istəyirsənsə, qabağa getmək istəyirsənsə, onda sadəcə kasıbçılığa son, öne çıxanlar bölməsinə daxil ol və sən. Qalanın öz-özünə yağ kimi gələcək.